Salam uşaqlar, bu gün sizə fizika test toplusu ikinci hissədən situasiya nömrə 3-ə baxırıq. Belə bir sualdır. Kütləsi 1 ton olan Jiguli avtomobili üfüqi şosedə sükunət vəziyyətindən hərəkətə başlayıbdır. Üfüqi istiqamətdə yalnız dart və sürtünmə qüvvələri təsir edir. Avtomobilin sürətinin proyeksiyası zamanı asılı qrafik göstərilibdir. Biz hər iki qrafikdən görürük ki, cisim necə hərəkət edir. Əvvəlcə bərabər yeniləşən, sonra düz xətli, bərabər sürətli. İndi 7-ci sualdır ki, 1 və 2 hissələrində uyğun dartı və sürtünmə qüvvələri arasında hansı münasibət var? Cavabınızı əsaslandırın. Biz birinci dedik ki, cisim birinci hissədə bərabər yeniləşən hərəkət edir. Sürət artır çünki. İkinci hissədə düz xətli, bərabər sürətli. Əgər cisim düz xətli bərabər yeniləşən hərəkət edirsə, biz demişdik ki, onda F dartı böyükdür F sürtünmədən. Amma bərabər sürətli hərəkət edirsə, F dartı eləməz F sürtünməyə bərabərdir. Yəni cavab olaraq səbəb odur ki, əgər böyükdürsə yeniləşəndir, əgər bərabərsə bərabər sürətli hərəkətdir. Hərəkət müddətində avtomobilə təsir əvəzləyici qüvvənin işini. A əvəzləyici bərabər nəyə? Delta Y ketiqə. Ketiq enerjinin dəyişməsi haqqında teorem idi. Bu da nəyə bərabərdir? M bölünsün 2 V2-nin kvadratı çıxılsın V1-in kvadratı. Cisim sükunətdən başlayıb hərəkətə. Ona görə başlanğıc sürət 0-dır. Onda qaldı MV2-nin kvadratı bölünsün 2. M 1 tondur. Çevirsək olacaq 1000 kiloqram. Bölünsün 2. V2 də artıq 20-dir. Kvadratı olacaq 400. İxtisar gedəndə eləcək 200 kilojoule. Əvəzləyici qüvvəni gördük, buna bərabər olacaq. 9-cu sualda isə deyir, bura 8 yazsaq, 9-da deyir, hansı müddətdə avtomobilin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafikini çəkin. Hərəkət müddətində yer dəyişmənin zamandan asılı qrafikini çəkir. Əgər bərabər yeniləşən hərəkət edirsə x istiqamətində, onda yer dəyişmənin zamandan asılı qrafiyi əvvəlcə bu cür, düz xətli bərabər sürətli hərəkətdə isə bu cür olacaq. Üstündə kəmiyyətləri göstərmək lazımdır. Elə bax bu qrafikdən görsək ki, göstərsək, birinci hissə bu hissədir. Cisim bərabər yeniləşən hərəkət edir. Sürət zaman qrafikində, qrafik xəttinin altında qalan fiqurun sahəsi bizə verirdi elə yer dəyişməni. 20 vurulsun 4 bölünsün 2 eləyər 40. Yəni buradan 4 saniyədə bunun yer dəyişməsi 40 olar. Daha sonra bura nədir? 12-dir. Buradan bura qədər 8, burası isə 20-dir. Burada da sahəsi olar 160. Deməli 40-ın üstünə 160 gələrik. Burada olar 200. Yəni qrafikimiz bu halda olar.